Qardaş, yenə niyə bax bu maklerləri yığmısan bu həyətə? Xeyirdir? Xoş gəlmisiniz. Xoş gördük. Evi şəxs evimdir. Təcili olaraq satıram. Pul lazımdır. Qiymət də endirilib. Videonun daxilində bütün məlumatları qeyd edərsən, mən qısa şəkildə deyim. Denən qardaşım. Qazı, suyu, işığı, kanalizasiyası var. Kürsülü evdir. Paket damlı, dəmir kirişadır. Kəmər atılır, fundamenti var, otaqları genişdir. Kəmər də var üstündə. Sadəcə versən bir kəlmə söz deyim. Bu evin tikintisinə məl olmuş. 25 min ziyanına satır. Qaynanası xarici ölkədə köçür o yanına o götürür. Bir dəfə çəkmişdim buranı, baha çəkmişdim, yadımdadır. Amma 25 min uzda satır. Bir söz deyim, qardaş bir dəfə vermədi bizim müştəriyə. 16 kub beton işlədi. İndi ziyanına verir. Eybi yox, işdə olur da. Yerləşmə yerindəki masajırdadır. Masa hazır. Hakim Abbasov küçəsi, marşrutdan 100-150 metr məsafədə. Yaxşı evdir, ətraf tam yaşayışdır. Görürsünüz, qonşu bacalar burada mehribandır. Deməli, əşya saxlamır. Endirim var ha. Endirim də var. Allah səni var eləsin. Ümumiyyətlə, hər şeyin alverində, istəyir maşın, istəyir. Birinci müştəriyə ki, vermədin həmin mülkü. Sonra ziyanına verirsən. Bax, bu iki ev sifarişə tikilmişdi o vaxt. Bu qardaş özü tikdirmişdi. Deməli, bax, raşotkaları zadı. Əşyaları güclü yoxdur. Bax, görürsünüz, interneti falan qaydasında. Masazırdadır, Hakim Abbasov küçəsində. Qiyməti 65.500-dür. İnanın Allaha 74.500-ə deyəsən çəkmişdim bu evi. Müştəri də gəldi, sonra razılaşmadı ev sahibi. Ev yoxdur. Olur da indi belə ki. Qəşəng mətbəx mebeli bahalısındandır. Sənədi torpağın çıxarışıdır. Radiatorları falan, otaqlar geniş, çox qəşəngdir. Bax, təmiri, mebelləri, kiminsə pulu olsa mebelləri saxlayar. Radiatorları falan qaydasında. Qoşa kubikdir, üstünün kəməridir, fundament. Kəmər evin böyründən görünür. Yəni, heç ev yəsin deməyin nə? Bu hamamsanın üzrə də çox səliqəlidir. Qəşəng evdir. Qapılar yoxdur, qoymayacaq da. Yəni, belədir. Gəlin, məncə əşyalarla falan çalışın bu ev razılaşın, götürün. Sağ olun, salamat qalın.